Barış səsi. Qacar dövründə bu elin içində bir tartışma baş verir. Buna görə də bu el iki tayfaya bölünür. Yuxarı baş və aşağı baş. Yuxarı başlılar dəvə saxlardı və dəvəliyə, aşağı başda qoyun saxlardı, qoyunluya adlım idilər. Ağa Məhəmməd Şah Qacar ki, özü aşağı başlardan idi, bu durumda öz səltənətini xətərdə görür. Bu üzdən düşünür, çarə qılır. Əli Quluxan Dəvəlinin qızını öz qardaş oğlusu Fətəli Şaha alır və Fətəli Şaha tapşırdı ki, bu qızdan olan oğlunu vəliyyət seçməyi ilə yuxarıbaş tayfasını da Qacar səltənətindən paylandırıb sevindirsin. Ağa Məhəmməd xan Qacarın bu tapşırığı və tədbiri bir siyasi doktorin kimi Qacarların yazısını yazdı və beləliklə qoyunlular səltənəti özlərinin arasında saxladılar və Qacarlar neçə illər türk hökuməti olaraq bu torpaqlarda hökumət sürdülər.